Sanki bir qatar var, hər kəs onun içinə yığıb istədiyi yerə göndəriblər. Amma biz isə qapıdan belə keçə bilmədən olduğumuz yerdə qalmışıq və zamanla artıq gedənlərin arxasınca baxmaqdan özümüzü belə unudar hala gəlmişik ki, biz kimik, niyə burada gözləyirik, ümumiyyətcə həyatda yaşam məqsədimiz nədir? Və bu çox ağrılı hisslərdən biridir ki, insanın inkişafına dəhşətli şəkildə mane ola bilir. Bu hissin adı isə gecikmişlik hissidir. Bugün bu videoda sizin yolunuzda işıq ola biləcəyini düşündüyüm bu mövzu haqqında danışmaq istəyirəm. Nə qədər çətin olsa da, nə qədər aşılması problemli bir mövzu olsa da, ümid edirəm ki, sizlər üçün bir şeylər dəyişəcək. Bunu aşmaq mənim üçün də bir zamanlar çətin oldu və düşünürəm ki, nədən istifadə etmişəm, onu da desəm fayda göstərəcək. İlk növbədə bir şey qeyd etmək istəyirəm ki, gecikdiyinizi hər nə qədər çox düşünsəniz də, hər zaman özünüzü o super həyatlar yaşayan insanlarla müqayisə etdiyiniz kimi 50 yaşında, 40 yaşında, 60, 70 yaşında belə uğur qazanan insanların da hekayəsinə baxmağı sizə tövsiyə eləyirəm. Bu haqda çox gözəl bir nümunəm var ki, Vera Wang. O 40 yaşında ilk gəlinlik salonunu açır və işin maraqlı tərəfi odur ki, bu moda dünyası üçün ən böyük nümunələrdən biri olur ki, artıq o 20 yaşından başlayan karyerasına 40 yaşında çox gözəl, çox böyük bir şəkildə addım atmağı bacarır və o bu sahədə gecikdiyini düşünmür. Çünki yığdığı təcrübələr, həyat yolunda aldığı məsləhətlərin hər biri ona bugünkü karyerasında ən güclü adlardan biri olmağa imkan verir və hazırda onun gəlinlikləri çox məşhur insanlar tərəfindən istifadə olunur. Milyardlarla dollar dəyərində də satışa çıxır. Təbii ki, bu da müasir dünyanın bizə göstərə biləcəyi ən gözəl nümunələrdən biridir. Onun kimi bir çox nümunələr də var ki, bizə əslində hələ həyatın nə qədər başlarında olduğumuzu göstərə bilər. Digər bir məsələyə baxdıqda isə gecikmişlik hissi də digər hisslər kimi beynimizdə bir neçə yeri aktivləşdirir və bu aktivləşən hissələr nəticəsində artıq biz bioloji səviyyədə də ağrı yaşaya bilirik. Biz artıq əvvəlki videolardan öyrənmişik ki, əgər izləməmisinizsə utanmaq videosunu mütləq izləyin, buralara bir yerlərə qoyacağam. O videoda bu haqda çox dərin danışıram. Bizim beynimiz ümumiyyətlə ibtidai səviyyədə qəbilələr, qruplar halında yaşamağa meyllidir və bu günümüzə kimi artıq o bizim DNT-mizdə belə hələ də öz izlərini qoyur. Bu bizə müasir həyatda necə ziyan verir? İbtidai yaşamda hər zaman insanlar qəbilədə yaxşı olmaq, yaxşı yaşamaq, ölməmək, həyatla mübarizə aparmaq uğruna hər zaman qəbilənin digər üzvləri ilə özlərini müqayisə eləyirdilər və bu müqayisə nəticəsində də digər fərdlər kimi həyatda qalmağı bacarırdılar. Çünki təbii seçmə nəticəsində artıq zəif olan fərdlər və geridə qalmış olan fərdlər təbiət tərəfindən artıq məhv olunurdu. Onlar da bunu bildiyi üçün məhv oluna biləcəyi hər xüsusiyyətin üstündən keçərək artıq özlərini bir pillədə inkişaf etdirirdilər və bugünkü günümüzə gətirdikdə artıq bu bir neçə dəfə formalaşaraq insanlarla özümüzü müqayisə etməyə qədər gətirib çıxardır. Buna psixologiyada sosial müqayisə nəzəriyyəsi deyilir. Siz davamlı özünüzü digər insanlarla müqayisə etməyə meylli olursunuz və hər nə qədər bunun sonradan yarandığını düşünsək də, əslində ibtidai yaşamdan gətirdiyimiz kodlardır ki, hələ də bu gün aktivliyini qoruyur və bizə həyatda biraz yaxşı, biraz da pis mənada inkişaf etməkdə kömək eləyir. Təbii ki, hər hiss, hər duyğu həyatımızda mütləq ki, lazımlı nöqtələrdə də özünü göstərir. Müqayisə etmək çox zaman gözəldir. Ancaq bir şeyə nəzər salmaq lazımdır ki, başqaları ilə deyil də, özünüzün illər öncəki versiyası ilə müqayisə etsəniz indiki halınızı, görməyə başlayacaqsınız ki, əslində ən böyük müqayisə olunması gərəkən və buna ən çox layiq olan insan, məsələn, 4 il, 5 il öncə arzuladığınız həyata bir də indiki versiyanızdan baxın. İndiki versiyanızla o arzuladığınız həyata nə qədər yaxınsınız? Çox böyük ehtimalla artıq bir çoxlarınız o arzuladığınız həyata çox yaxınsınız və bu sizə bir nöqtədə artıq kömək eləyəcək ki, o müqayisə oxlarını insanlardan götürəsiniz, əsl verməli olduğunuz yerə, əsl layiq olduğunuz yerə verəsiniz, yəni özünüzə. Və bu anlarda hər nə qədər məntiqsel olaraq düşünməyə çalışsaq da, beynimizin göstərdiyi o sistem artıq bizi bioloji səviyyədə də incitməyə başlayır.
Hansı ki, bayaq dediyimiz qəbilə misalında beyin artıq özünü müqayisə etdiyi zamanlarda amigdalanı, yəni risk və sensor mərkəzini aktivləşdirməyə başlayır ki, hər kəs gedir, hər kəs bir şeylər eləyir, biz isə zəifləyirik və ölümə doğru yaxınlaşırıq. Və bu ibtidai qorxu nəticəsində artıq siz indi də öz izlərini göstərən müqayisələri davamlı həyatınızda təzahür etdirirsiniz. İşin ən sevdiyim nöqtəsi isə təbii ki, həll yollarıdır. Heç bir şey həll olunmayacaq dərəcədə ağır deyil bu həyatda. Bunu heç zaman unutmayın. Hər şeyin öhdəsindən çox rahat bir şəkildə gələ bilərsiniz. Bundan illər öncə əziyyət çəkərkən indinin özündə də bəzi zamanlarda təbii ki, əziyyət çəkdiyim olur. Çünki insanıq, inkişafdayıq, davamlı müqayisə etməyə meyil göstəririk və bu zamanlarda özümü rahatlaşdırmaq üçün bir praktikadan istifadə eləyirəm. Özünüzə bir dəftər tutursunuz və nə zaman ki, başqası ilə özünüzü müqayisə etmək istəyirsiniz, artıq bu həddindən artıq səviyyədə özünü göstərir, tez ora əvvəlki versiyanızı yazırsınız, xüsusiyyətlərini yazırsınız, necə idi, nə edirdi və qarşısına öz indiki versiyanızı, arzularınıza nə qədər faiz çatmısınız onları yazırsınız. Zamanla görməyə başlayacaqsınız ki, bu iki insan arasında çox böyük fərq var. Deməli, elə ən çox inkişaf etmiş olan insan siz elə özünüzsünüz. Və inanın mənə bu ilkin addım olaraq sizi o qədər rahatlaşdıracaq ki, artıq bir müddət sonra zaten baxış bucağınız da dəyişəcək ki, ora verdiyiniz fokusu avtomatik çəkib özünüzə verəcəksiniz. Və digər bir praktika isə beyinə müqayisə edilən şeyin böyük olmadığını, əslində nə qədər fəth edilə bilir olduğunu göstərəcəksiniz. Bunu necə edəcəksiniz? Məsələn, tutalım ki, hər kəsin müqayisə dərəcəsi fərqlidir. Ayda 10 kitab oxuyan bir insanın qarşısında özünüzü gecikmiş hiss eləyirsiniz ki, heç mən ayda 2 kitab belə oxuya bilmirəm. Həmin anlarda nəinki qarşısında özünüzü gecikmiş hiss eləyirsiniz, həmin şeyləri gündəlik olaraq rutininizə əlavə eləyin. Məsələn, kitab oxumaq dedik bayaq. Gündə 15 dəqiqə kitab oxumaq, gündə 5 səhifə kitab oxumaq. Yəni məqsəd burada nədir? Beyinə göstərməkdir ki, bax sən hər nə qədər bunu qorxulu bir şey kimi görsən də, əslində çox rahat bir şeydir və biz hər an bunun öhdəsindən gələ bilərik. Heç zaman unutmayın ki, hər ağac eyni fəsildə bar verməz və bu insan həyatında da belədir. Hər birimiz müxtəlif dövrlərdə çiçək aça bilərik, hər birimiz hər şey üçün hər an hazır ola bilərik. Amma hərəkətə keçirmək hər birimizin həyatında özünü müxtəlif dövrlərdə göstərə bilər. Ona görə də heç zaman özünüzü sıxmayın, özünüzü narahat etməyin, bir özünüzü rahat buraxın. Özünüzdən əl çəkin ki, bu həyatın axışında özünüzə ən uyğun olan versiyaya doğru keçid eləyə biləsiniz. Hər zaman sıxılan şeylər daha çox inkişaf eləyir. Düzdür, mən də bunun tərəfdarıyam. Amma unutmayın ki, çox sıxılan bəzən əzilə, qırıla da bilər. Ona görə də özünüzün dəyərini bilin və özünüzə çox yaxşı baxın. Gələn videolarda görüşərik.